Əvvəla xoş gəlmisiniz. Hamımızı burada xoş gördük. Həqiqətən sevindirici bir haldır. Artıq Xaçmaz bağçılığı bir şirkət halına salıb açılışını elan elədik. Sizi bura yığmağım demək olar ki, mənim 5 ilimi alıb həqiqətən. Yəni addım-addım tanışlıq, yavaş-yavaş münasibətlərin qurulması və hamımızı bu masa arxasına toplamışıq və hələ nə qədər gələ bilməyən insanlarımız var. Yavaş-yavaş ildə bir dəfə böyük tədbir keçirərək üzrə tanış olacaq. Yəni telefonlardan bir-birinizlə hamına danışırsınız. Məsəl üçün Elbrusdur, aqronomlar da hamına bir-bir danışırıq. İnşallah ki, bu qurduğumuz iş hamı üçün, cəmaatımız üçün, vətənimiz üçün, millətimiz üçün, hamı üçün xeyirli olsun inşallah. Bu tortu da Cabir bəygilin komandası əziyyət çəkib olan şirniyyat dükanı var. Bütün əziyyət çəkənlərə öz təşəkkürümüzü bildiririk. İnşallah bütün cəmaatımız üçün, millətimiz üçün, hər kəs üçün xeyirli olsun. Amin. İnşallah ki, tez-tez yığışacaq və dəyərli söhbətlər edəcək. Bayaq Telman bəy də gözəl bir söz qeyd elədi ki, yəni fikirləri birləşdirmək lazımdır. Hamı bir-birini başa düşməlidir və fikri də ifadə eləyəndə nöqsan tutan kimi yox. Bu işi bura kimi biz gətirmişik. Artıq buradan o tərəfə ehtiyac var ki, bir professional şəkildə yaxınlaşma olsun. Elə deyib, uğurlar olsa hər kəs üçün inşallah. Biz də hələ Xaçmaz bağçılıq hissəsindən keçək bir. Bismillah. Hamımız üçün xeyirli olsun inşallah. Xeyirli olsun. Minnətlər. Sağ olun. Elməddin bəy, sizə xüsusi təşəkkürümü bildirirəm ki, Əyləşə bilərsiniz. belə bir tədbirə imza atmısınız. Bütün bağbanları, aqronomları, bu sahə üzrə mütəxəssisləri hamısını bir yerə yığmısınız. Onu da qeyd etmək istəyirəm ki, Xaçmaz bağçılıq məhdud məsuliyyətli cəmiyyət bugündən həm də bir elmi araşdırmalar mərkəzinə də çevriləcək. Bütün bağbanlardan xahiş edirəm ki, informasiyalarınızı bizlə bölüşəsiniz. Xüsusən də gül açma vaxtları, sortlar haqqında, belə də adi məlumatlar, amma bizim üçün bunlar çox böyük önəm kəsb eləyir. Xaçmaz bağçılıq həm də ki, bildiyimiz kimi tin yetişdiriciliyi sahəsində də fəaliyyət göstərib və daha da bunu təkmilləşdirir. Bundan əlavə, aqrokimiya elminin prinsipləri əsasında gübrələmə proqramlarının hazırlanması, aqronomik xidmətlər, bağların qurulması, damlama sistemlərinin çəkilməsi, bunların hamısında Xaçmaz bağçılıq qrupu öz yardımını bağbanlarımızdan əsirgəməyəcək, hər cür yardım göstəriləcək. Xeyirli olsun deyirəm inşallah. Xalqımız üçün, millətimiz üçün faydalı olsun. Mən umuram ki, inşallah bu çox faydalı olacaq. İnsanlarımız üçün çox faydalı olacaq. Allah-u Teala xeyirlisini eləsin inşallah. Hamımız bundan faydalanaq. Bu İnşallah gələrsiniz. Yox, inşallah ki, deyiliyor, görüşər. Bahar da, soklara, nə bilsin, o zaman çox istəyirik ki, sizdən alar. Çarpaz tozlanma. Gedib İtaliyaya verək okulu. Olar, heç bir. Mən Şey var ha, bu dəqiqə çox yaylı var. Göz quruması deyil də. Manalios. O nədir, onun dərdi var. Dərdi odur ki, siz yarpağa baxırsınız, xəstəlik gördünüz, görmədiniz. Siz abrabotkovuzu eləməlisiniz. Gizellada 10 gündən bir. Çiçək vaxtı hər həftə. Maksimada. Maksimada 15 gündən yola vermək olur. Məndə maksimum. Çiçək vaxtı Gizellada hər həftə baskalit tərkibli vurmalısınız. Mütləq. Onda olmayacaq, heç nə olmayacaq. Çünki biz real bağlarda bunu görürük, şahidik. Amma yarpağa baxır, heç nə yoxdur. Bir həftədən sonra gəlir. Svit sortu verəcək bəli. Sviti bu il əkirsən gələn üstündə görürsünüz ki, məhsul var. Stefani'nin bu il əkdinizmi? Qələmi. Gələn üstündə məhsul olur. Bax görürsünüzmü? Bu ilki artımdır. Sürgün deyirlər. Bunu eləmək üçün 100 dənə o birisi maksimalarda, Vesel'də, nə bilim Gizella'da patrobutazol vururuq, nəyincə ki, bir inkişaf az olsun. Amma hazır görürsünüz böyük ağacda uc vurulmayıb deyənə elə bu boydadır. Bu boyda. Bizə bu boyda lazımdır. 40 santı. 40 santıdan çox lazım deyil. Və bu olmalıdır Regina. Yarpağından bilinir bir de. Yarpağına bunun heç nə düşmür da. O dərəcədə dözümlüdür. Bu elə çox dərman vurulmayıb ha buna. Bəlkə də nə bilim 3-4 dəfə. Görürsünüz? Bu Reginadır. Hə, Reginada bu cür şpor şeyləri biz çox görmürük.
Reginada bu cür şeylər çox deyil. Əsasən bu 1 illik zoğun ətəyində verir. Bu gələn il böyüyəcək yenə onun ətəyində. Bunun biologiyası budur Reginanın. İki sort var ki, bu cürdür. Bu cür olur. Bir Primer Gigantdır, bir də Lawrence sortu. Amma ki, Sweet Lawrence. Amma məhsulu bunların yaxşı olur, bol olur, yaxşı, iri kalibr olur. Prosta bunun biologiyası belədir. Bax, yarpaqları belə olur. Elə bilirsən ki, xəstədir. Amma məhsul verir. Royal Hellenin inkişafı da əla gedir, gözəl gedir. Fikir verirsiniz. Meyvə gözlərdir. Görürsünüz Şargoli budaqda. Maksimal biraz gec. Görürsünüz yarpaqlar, zatlar necə qəşəng. Rasxodda səbir olmaq lazımdır. Bəli, bəli. Rasxodda səbirli olma. Onu çox gözəl qeyd elədiniz. Salam əleykum əziz babanlar, hər birinizi Xaçmazdan salamlayırıq. Rasim bəylə bugün ərazimizdə. Bu son zamanların Rasim bəy ən Bəli, aktual kütləvi mövzusu yayılmış olan problemdir, saralmalar. saralma mövzusu. Məsəl üçün, bu bizdə Primer Gigant sortudur. Görürsünüz? Saralmalar var. Məsələn, bu Burlat sortudur. Görürsünüz, bunda da saralmalar var. Fikir verirsinizmi? Bağdır, yəni baxılan bağdır. Bəli, baxılan bağdır. Allah oturmağına baxmayın, normal. Bu niyə olur? Bax, bu da ən çox. Ümumiyyətlə, indi biz sizə göstərəcəyik ki, məsələn, bu bağın, bax, o yaşıl görsənən hissəsi, fikir verirsinizmi? Yamyaşıldır. Aha, birazdan Orada saralma demək olar ki, yoxdur. Çünki orada tamamilə su ilə yuyulub. Salam əleykum əziz babanlar, hər birinizi Xaçmaz rayonundan salamlayırıq. Bu ərazi Priqolova kəndidir. Bir keçək baxaq. İnşallah uğurlu olsun. Rasim bəy, bax, Vesel 2 üzərində olan bir bağımız. Vesel barədə çox da Azərbaycanda ətraflı məlumat yoxdur. Bəli. Sizin bağda Veseldir, amma yavaş-yavaş indi tanımağa çalışırıq bu kök altını. Bəli, bəli. İndi artıq bu il Pərviz qardaşda baxın 1-ci mərtəbədə formalaşıb. Məsəl üçün 5 dənə yan budaq var. Burada nə edə bilər? Bunları əydi, məsəl üçün bağladı. Elə bu taxtayanın özünə də bağlaya bilər. Belə, hə? İkinci mərtəbənin özündə. Bunu bir lider saxladı. Bunu lider. Bəli, bəli, və tam formalaşmış ağacdır artıq. Təkcə burada liderin başını vuracaq da, hə? Hə, o da yazda. Hə. Bunlara əldə etmirik. Bəli, bunlarda heç bunların ucunu da vurmuruq. Hə, meyvə. Tamamilə. Yəni budamada qənaət eləmiş oluruq biz. Bu sistemlə getsək. Əymə bükmə, ucunu da vurmuruq, tam meyvəyə otuzdururuq. Oraya gedəndə bağın orasında indi göstərir. Salam əleykum əziz babanlar, hər birinizi Qazax rayonundan salamlayırıq. Burada bir çeşidimiz var, Red Gigant çeşidi. Onun kəsimini aparırıq, sabah çalaq sezonu başlayır. Rasim bəylə bir yerdə gəlmişik. Rasim bəy, bağ nətərdir Qazax rayonunun bağları, nətərdir xoşunuza gəldi? Ümumiyyətlə Qazax rayonunda gilasçılıq üçün çox uyğundur. Demək olar ki, göbələk xəstəlikləri yoxdur. Ağaclar özünü çox yaxşı hiss eləyir, torpağı çox gözəldir. Demək olar ki, Ukrayna torpaqları kimi bir torpaqdır. İnkişaf göz qabağıdır. Çətin olan Red Gigant sortu, Primer Gigant sortu burada çox özünü yaxşı hiss eləyir. Kənan, bura gəl, buradan başlayır. Oraya Yaxşı inkişaf eləyir. Həqiqətən, mənim də çox xoşuma gəldi. Və Primercanda, Red Gigantda gördüyümüz o saralmalar, xəstəliklər burada Qazaxda o qədər yox. Ağac fikir verirsiniz. Kənan, gəl buradan götür. Necə gözəl hiss eləyir özünü. Yarpaqlar necə yaxşı özünü hiss eləyir. Fikir verirsinizmi? Salam əleykum əziz babanlar, hər birinizi Xadaşovadan tənkçiliyimizdən salamlayırıq. Bir də hal-hazırda çalaq prosesi gedir. Burada sizə onu göstərmək istəyirik. Bir tərəfdən də bizdə hal-hazırda demək olar ki, bax, gördüyünüz kimi bu cür kəsilib, çiling vurulur. Bu üsulla düzdür, bir az əli saxlayır, amma ki belə rahat olur da gördüyünüz kimi. Keçən dəfə də bunlar da Qazaxdan gələn çilinglərimizdir. Bax, bu cür yerləşdirilir, içinə qoyulur. Bax, bu cür yerləşdirilir. Red Gigant
keçidimizdir. Bu xüsusi sifariş verilmişdi. Çöpünü də Qazaxdan götürdük, gördüyünüz kimi. Maksim 14-dür bütün bura. Maksim 14-də yarpağından baxdığımız tanıyır, standart böyümədir. Gizella yetişdirmək biraz Maksim 14-də nisbətən çətindir, amma Maksim 14 yəni ideal böyüyür. Bu cürdür gördüyünüz kimi. Burada 2 dənə əks proses var da. Ya yan budağı Kerbovka zədələyə. Bura müxtəlif qarmonlar püskürtə, gibrilinlər, nə bilim gibrilin plus benzoladayın sürtə, ağacı da zədələyə budaq almaq. Bir də var ki, adil dayım metodundan. İstədiyimiz yerdən kəsib, kəsilən yerdən budaq verir də ağac. Budaq almaq. Bu daha məntiqlidir əslində. Zədələnmir ağac. Ağacın zədələnməsindən çox böyük mübarizə gedir. Bacarmaq olmur kleylənməklə. Amma bu metod daha yaxşıdır. Bir də mən bağbanlara məsləhət görürəm, bəziləri əyib belə sındırırlar, onun mənası yoxdur. Yəni sındırmaq lazım deyil. Sındırıb güya şoka salırıq ki, meyvə gözü qoyacaq, amma onsuz da qoyur. Onsuz da var. Bəli, əydiyimi, biz bunu əyməyin bioloji mənası nədir? Biz əyməsək, apikal dominansi qanununa görə ağac vurur yuxarı inkişaf elətdirir. Bəli. Auksin hormonları var da, onlar yuxarı gedir. Biz bunu əyəndə isə o auksin hormonlarını zəiflətirik. Bəli. Bu başlayır burada meyvə gözləri qoymaq. İnkişaf olur, amma az olur. Amma belə olanda inkişaf çox olur. Ona görə göz qələmi məsləhətlidir ki, bu artıq zədələnmir də, artıq bu buradan çıxmayacaq. Bütün köklər öz yerini tutur, orada mikroflora əmələ gəlir, onu zədələməyəcək. Artıq bu ömrünün axırına kimi buradadır. Bir də var ki, bu qələm şəklində olur, biz onu çıxarırıq və çox zədəlirik. O, nə vaxt özünə yer tapır. Yəni, eyni şey olur. Əslində, göz qələmi də əkəndə eynidir. Hazır qələm də əkəndə. Sadəcə göz qələminə biraz qulluq lazımdır. Ondan sonra özü qalxır. Buradakı kimi. Baxın, hətta, baxın, meyvə gözünə baxın, görürsünüz. Meyvə gözüdür. Svit sortları həmən ili meyvə gözü qoya bilir. Bu yarpaq qurumalarına qorxurlar. Bu aşağıdadırsa bu heç bir mahiyyət. Bəli. Bu qurumalıdır, atmalıdır. Göz sadəcə olaraq Gizella calaqaltısı həmən ili meyvə gözü qoya bilir. Həmən ili svit sortlarında. O fındıqlar çıxacaq. fındıqda xəstəlik yoxdur, ondan ürəyimiz rahatdır. Yəni kökündə xəstəlik olmur. O bağın çıxar rahat bir şey. Yox, çıxar kartof edəcəm. O yırmağın kartof göz edib yedim. İndi baxsam o olur. sabahda bir suyunda o kartof olunacaq Allah. Buradakı əkindir. Taxıl olur, tərvəzdir, orada Bir də torpaq tərvəz. analizi eləyərsiniz zaten. Mütləq olacaq torpaq analizi Analizi mütləq mən olacaq. Nizam bəyi yönləndirəcəm, onda eləyin. 50 santlıq şun bəsdir Rasim. Pul. Batonla şumlasam 50 santilə bəsləyəcəm bunu. 50. O tək qotanla lap belə dərinə düşməyə ehtiyac yoxdur. Yox, buna ehtiyac yox tək kötü. Qumsal deyə Qumsal torpaqdır bura, qumsal torpaq. saxlamır. Yaxşıdır. Bu yaxşıdır elə bizə bu lazımdır. Deməli, hörmətli bağbanlarımız, belə bir cədvəl tərtib eləmişik Xaçmaz Bağçılıq ofisində. Deməli, bu cədvəlin tərtib olunmasında həm öz təcrübəmizi, respublikamızda olan bağlardakı sortları nəzərə almışıq. Həm beynəlxalq təcrübədə cürbəcür universitetlər var. Bologna Universiteti, Summerland Universiteti var Kanadada, Kaliforniyadakı universitet var. Sırf gilasçılıq üzrə mən nəzərdə tuturam. Bunların da təcrübələrini nəzərə alaraq, bunların da materiallarını nəzərə alaraq belə bir deməli tozlanma cədvəli tərtib etmişik. Bunlar respublikamızda nisbətən geniş yayılan sortlardır. Burada deməli fikir verirsinizmi? Qırmızı, sarı və yaşıl rənglər var. Yaşıl o deməkdir ki, tozlanma 100% gedəcək. Yəni bu sortlar bir-birlərini 100% tozlayacaq. Sarı o deməkdir ki, tozlanma 50% gedəcək. Qırmızı isə o deməkdir ki, bu sortlar bir-biri ilə uyğun deyil və tozlanma getməyəcək, dəyişmək lazımdır sortları.
Salam aleyküm əziz bağbanlar, izləyicilərimiz, hər birinizi Xaçmazdan, Xaçmaz Bağçılığının ofisindən salamlayırıq. İndi isə mühüm bir mövzu ilə qarşınıza çıxmışıq. Deməli, bağ qurarkən hardan başlamalıyıq, hansı işləri görməliyik, ən vacib mövzulardan biridir. Rasim bəy bildiyimiz kimi bu bağ qurmaq işi də belədir ki, hər hansı müəyyən səhvlər olundusa, sonradan onların geri dönüşü demək olar ki, 0%-ə bərabər olur. Çünki bağı bir dəfə qurursunuz, hər hansı bir belə deyim, yerdə səhvə yol verdinizsə, onu tezdən bərpa eləmək biraz çətin olur. Əkim sxemləridir, tozlanma qrafikləridir, bunları qabaqcadan görmək lazımdır. Ümumiyyətlə Elməddin qardaş, mən hətta deyərdim ki, heç bağ qurmamış yox, torpağı almamışdan torpaq analizi mütləq eləmək lazımdır. Çünki artıq neçənci dəfədir ki, məsələn, bizim Xaçmaz Bağçılıq qrupunun üzvləri olsun və yaxud başqa adamlar olsun, bağbanlar olsun, onların başına belə bir hadisələr gəlir ki, məsəl üçün torpağı alırlar, yay vaxtıdır, qupquru torpaqdır. Sonradan məlum olur ki, torpağın hardasa bir 40 sm, 30 sm dərinliyindən su çıxır, suluq torpaqdır, yüksək karbonatlı torpaqdır. Məsələn, bizim bu Xaçmaz Bağçılıq ofisində bağ qurmamışdan əvvəl gəlib məsləhətləşə bilərlər, torpaq analizi eləyib, ondan sonra torpaqda əsas görülməli işlər başlayır ki, ağacları əkməmişdən əvvəl neyniyək torpaqları? Humus faizinin artırılmasına yönəlmiş addımlar atmalıyıq, gipsləmə lazımdırsa torpaqda gipsləmə işləri, peyinləmə işləri, cürbəcür peyinlərdən istifadə eləmək olar ki, humus faizimizi, əsas göstəricimizi, münbitliyin əsas göstəricisini artıraq. Salam aleyküm. Hoş gəlmişsiniz daha. Rasim müəllim. Buyurun. Necə gəldiniz? İndi ərazilərə çıxacaq, göstərəcək sizə. Sadəcə olaraq bu ərazi barədə sizə məlumat vermək istəyirəm. Bura Xaçmazdır. Xaçmaz, Quba, Qusar, şimal bölgəsi sayılır. Azərbaycanın şimalı. Bəli. Burada əsasən xüsusi gilasçılığı yetişdirilir. Azərbaycanın başqa rayonlarında da gilasçılığı yetişir. Amma azdır. İndi kütləvi əkməyə başlayırlar. Hələ bizdə töhfələrimiz var bu barədə. Bundan sonra hal-hazırda yayılan ən çox gilasçılıq bağları buradadır. Çıxıb indi sizə göstərəcəyik. Özümüzün salan bağları var, əməkdaşlıq elədiyimiz bağlar var, onları görəcəksiniz. Burada Rusiyanın sərhəddir. Yəni hardasa 20-25 dəqiqəyə Rusiyanın sərhədə çıxa bilir. Yəni ona görə də Qraneç, Dağistan. həm hava şəraiti Xəzər dənizi ilə Qafqaz dağlarının arası, yəni gilas yaxşı yetişir burada. Yəni ona görə bütün gilasın tez yetişənlərində, orta və gec yetişənlərində biz yetişdirib ortaya çıxara bilirik. Tam artıq kim nə etməlidir bilir. İşçi briqadaları, belə deyim sizə, bağbanlar, onun paketlənməsi, formalaşdırılması, hansı bazara çıxacaq, ona uyğun formalaşdırılması, xaldeniklər də artıq onu bilir. Sizi yayda, sezonda bura mütləq dəvət edirik, o prosesi sizə göstərəcək. Biz buna Arenadan şey de vurmuşuz, tozlanma için. Göz de vurmuşuz. Лоренс так, Лоренс ведет себя вот так. У нас так, но у вас может быть там сухая pогода, может быть, но видите, meyve gözləri var. O da köpek ya. Meyve göz. Ağacı vidi olmasa da meyve gətirir. Meyvesi güzel olur prosto, tatlı Yaxşı olur. olur. Burada плюс дорожа иса. Станочек bize gelişi soruyumuz hassızlık kemerler. Tutuçan yerine bölümünde farklı çırar. Poliki gezinin oradaki taşıyor ki oranın Bunlar qorxurlar ki aşağı. Yəni adam, satan adam oyunu oynayıb da. İşini görüb. Salam aleyküm əziz bağbanlar, hər birinizi Özbəkistandan, qardaş Respublika Özbəkistandan salamlayırıq. Buradan Amanqal əyalətində xoş gördük. Necəsiz qardaşlar? Gözürsən salamlayan bir daha. Bura gələndən sonra biz aşkarladıq ki, maksima 14, 12% karbonatlı torpaqlarda 25% natriumdan zəhərlənmiş torpaqlarda, duzlu torpaqlarda özünü çox gözəl göstərir, dayanır, dayanıqlıdır. Və baxdıq, gördüyümüz kimi, hətta bu şəraitdə ondan da əlavə suyun da az verildiyi torpaqlarda. Bu şəraitdə görürsünüz, meyvə gözləri qoyur, meyvəsini verir. Maksimum 14 calaqaltısı, yəni
ekstremal şəraitlərə 47 dərəcə istilik. 47 dərəcəyə kimi isti. 47-50 bu. 47-50 arası pərdə istilik olur yay günü. Ekstremal şəraitlərə dözümlüdür. Bu təklidir kimi. Bu bizim liderimiz. Bu da yan budaqlar. Görsən 2 metrədə əkilib. Aralarında 2 metrə. Yəni belə eləmək lazım. Lazım deyil. Vaza kimi formalaşdırıb illərlə gözləmək. Tez meyvəyə otuzdurmaq lazımdır. İntensiv bağçılığın əsas məqsədi nədir? Tez meyvəyə otuzdurmaq, meyvəni tez alıb çəkdiyimiz xərcləri götürmək. Amma biz illərlə gözləyək, o bugünkü işlə uyuşmur. Tez götürməliyik, xərclərimizi tez çıxarmalıyıq. Bura parnik sistemi ilə qurulan bir bağdır. Azca bir yer deyil. 1 hektar var burada. 1 hektar. 1 hektardır. Rasmən siz də gördüyünüz kimi. Bu Azərbaycanda çox maraqlanırlar. Nəticə aşığı keçən il çox da götürülməyib. Sadəcə olmağa, yəni imkansız bir şey deyil də götürülməyə yaxın olub. Məsələ də ona görə olub ki, içindəki havanı, yəni istiliyi düzgün təmin edə bilməyiblər. Seyrəkləmə olmalıdır. Bax belə görsən, fikir versənmi? Məsəl üçün bax iç-içə girib bununla iç-içə. Ən qalın şeyləri, budaqları kəsirsən. Biraz açırsan da burada, çünki bura bax heç tamamilə nəfəs almır. Bütün xəstə fikir versənmi? Xəstəliklər, ziyan vericilər hepsi tutur buranı. Ona görə açmalısan. Salam əleykum əziz bağbanlar, hər birinizi Qubadan salamlayırıq. Bugün sizə alma yetişdiriciliyindən danışacağıq. Bir neçə dəfə bu bağda olmuşuq. Davud qardaş, xoş gördük səni də. Necəsən? Xeyirli olsun, bağın bərəkətli olsun inşallah. Sağ ol. Rasim müəllimlə bir yerdə gəlmişik. Davud, biz əsasən gilasçılığın üstünə fokuslanmışdıq son zamanlarda. Səninlə burada alma yetişdiriciliyindən danışmışdıq budamasından filan. Artıq biz alma yetişdiriciliyinə də keçidləyirik yavaş-yavaş. Bunun da sağ olun, çox sağ ol. Burada da sənin üstünə də böyük rol düşəcək inşallah. Necə də Rasim? Yiyin dadına baxın. O deyirlər, bəs əvvəlki almalarına iyi yoxdur filan var. İyi də var. Əvvəli var. Çox gözəl almadır. Həqiqətən. Turşa şirin almadır. Yəni şirinlik Hələ biraz da var da yığımla. Hə, var. Hardasa deyirəm bir həftədən sonra yığım başlayacaq. Bunun dərmanlanması və gübrələməsində də xüsusi diqqət yetirmək lazımdır. Keyfiyyətli yetişdirib çıxarasan. Alma işinə girən təzə yoldaşlara nə məsləhət bilərdə, nəyə diqqət yetirsinlər? Qardaş, ümumiyyətlə hər kəs bir işə başlamaq istəyirsə, onun çətinliyin gözünə almalıdır. Yəni göz önündə tutmalıdır ki, yəni hər işin bir çətinliyi var. Alma da bu bağçılıq sektorunda ən ağır olan sahələrdir. İşi ən ağır olan sahədən biridir. Yəni alma, yəni tək əkdim, çıxdım bağdan yoxdur, yəni. Heç həmişə əlin üstündə olmalıdır. İşləməlisən burada. Yəni həm işləməlisən. İş yerin bura olmalı. Əlbəttə ki, iş yerimiz, qazanc yerimiz burada da olmalıyıq. Borcumuzdur ki, buradan pul qazanaq. Salam əleykum əziz bağbanlar, hər birinizi Xaçmazdan salamlayırıq. Burada göz kimi qələm verdiyimiz bağlardan birindəyik. Gizella 6 üzərində əkilmiş bir bağımızdır. Çeşidlər fərqlidir, tez yetişənlərdir. Rasim müəllimlə baxış keçirməyə gəlmişik. Xeyirli olsun, inşallah bağ yiyəsi içində, bağban içində. Amma işləyib, səliqəli iş görüb. Dəyərli torpaqlarımız var, hava şəraitimiz var, hər cür meyvəni yetişdirmək olur. Bundan istifadə eləmək lazımdır inşallah. Uğurlar, əziz bağbanlar, bir göz kimi bir bağ var idi, onu da göstərdik sizə. İnşallah ki, xeyirli olsun. Salam əleykum əziz bağbanlar, hər birinizi Xaçmazdan salamlayırıq. Bugün Elvin qardaşdan ümumi tel sisteminin qurulması var bir ərazimizdə. Bizə müraciətlərdə şirkət olaraq biz də Elvin qardaşını yönləndirdik. Elvin, xoş gördük səni bir daha. Sağ ol, Allah razı olsun, 2 xeyirli olsun. hektarlıq ərazi idi də bura. Bəli, bəli, 2 hektar, təmiz 2 hektar var. Xeyirli olsun, bugün də işi təhvil almağa gəlmişdik. Maşallah, gedək biraz o tərəfə göstərək. Etap bizdə elə bil ki, əziz bağbanlar, həm tink satışı var bir tərəfdən də yoldaşlar gəlib müraciət ediləndə ümumi bağların qurulmasını təmin edirik. Damlama sistemlərinin qurulması, tel sistemlərinin qurulması. Tel sistemlərinin qurulmasında da komandanın başında Elvin qardaşdır. Özü nə lazımdır ki, təhvili verir və ən axırda da mən gəldim, baxdım.
Elvin xeyirli olsun, əla. Sağ ol qardaş. Bayəsində xeyirli olsun. Amin. Bağ yesinə danışdıq, o da xoşuna gəlib. Maşallah, xeyirli olsun. Kalsın sonra. Ben de çok memnun oldum. Yine bizlik taraftan ne varsa her zaman yardımcı olacağım. Sıvı kalsiyum sulfat olur mu? Sıvı. Türkiye'de sıvı. Santiago, in Zodiac, Yes, what's inside? Is there a calcium also? it's calcium, a little bit, 80%, and polyhydroxycarboxylic acids. Senin dediğine göre. İçinde kalsiyum var diyor, aynı zamanda polihidroksitler var diyor. What's the form of calcium? Is calcium sulfate? Nitrate. Nitrate? I think nitrate and organic. Sulfate. No. Sulfate no. Nitrat. Onu bir istiyorsanız denersiniz. Bizim Amran'la Tufan Bey'le alakasaklayın. Kavrus'ta. Yani o özellikle tuzluluk için şu an sonu çok iyi. Azerbaycan'da yıllardır da kullanıyoruz. Özellikle planette. Again is sodium. Yes, very nice product. Sağ olun. Şeyler çeşitler çeşitli kalesi çok. Maksimum 14'də. Maksimum 14'te. Birinci ildə indi tamam olacaq. Tamam olmuyor böyle. Olur. Bir ilin miktarsın başa vur. Yani kanka. Maşallah. Bir ilin miktarsın başa vur. Ben həmişə deyirəm ki, Elbrus qardaş. Bax görsən birinci mərtəbə formalaşır da uje. Çoxlu budaq var. Bax bu da bunu da burax təklidir. Buradan da kes ikinci mərtəbənin formalaşdır. Bu da olsun ağac. Bir də ki, Elbrus bax, bunu da deyək, bağbanlarımız bir də ilin bu vaxtında belə qızartılar, nəsə belə düşəndə onu görür, deyir ki, nə bilim, neyniyim, nə da. İl sezon bitdi də qardaş. Öz funksiyasını yerinə yetirə bilməz, Bu bitir. normaldır, vəsiyo. Birinci ili tamam olmayıb hələ, belə gözəl nəticə götürdük də bu bağdan, elə deyilmi? Bəli. Səncə, bağban hansı şeyləri sizin dediklərinizi düzgün vaxtında riayət elədi ki, belə oldu? Xüsusi dediyin nəsə var, bu filan şey burada ciddi yanaşdılar. Zaten biz bütün baxdığımız bağlara eyni yanaşırıq. Amma eyni nəticə olmur. Eyni nəticə olmur. O da bizim dediyimizin icrasında problem ola bilər. Bəli, vaxtında elədi. Adam əgər biz dediksə bu vaxt vurulmalıdır, vurdu. Elədi. Heç nədən qaçınmadı. Yəni heç bir şeydən, nə masrafdan qaçdı, nə birisindən qaçdı. Dedi sən nə deyirsənsə odur. Dedik ki, bunu bu formatda elədi. Gün belə ötürmədi. Düzdür, çiləmələrdə biraz axsamalar oldu. Bir gün, 2 gün sonra texnika tapa bilmə falan filan. Amma yemləməsində insan 1 qram axsama eləmədi. Nə dedik, hansı vaxtda dediksə tətbiq etdi buna. Belə nəticədə göz qapandı. Salam əleykum əziz bağbanlar. Hər birinizi Qubadan salamlayırıq. Bugün Nikolayevka kəndində Davud qardaşın bağındayıq. Nursultan, səni də xoş gördük qardaş. Salam əleykum. Nursultan qardaş baxacaq. Bu neçə illikdir Davud bu bağ? 3 illik. 3 illik bir şaftalı bağımızdır. Şaftalı ağaclarında budamaq xüsusi vacibdir yəni. Budamaq. Birinci iri budaqlardan başlayıb onları hamısını təmizləyirik. Bu cür budaqları da kesib götürürük. Bunlar qoca budaqlardır. Bunları götürürük ki, onun yerinə həm cavan budaqları saxlayırıq və biraz aralardan kesirik, həmişə olduğu kimi qeyd eləmişdik. Tezə budaqlar buradan çıxsın deyənə. Burada məsəl üçün, bu da qalın budaq. Bunun yerinə cavan budaq çıxmalıydı. Ancaq bu hissədə yoxdur. 2 dənə qalını götürdük, boşdur. Ona görə belə bir məsafədən bunu götürürük ki, buradan meyvə götürəcək, bundan da götürəcək. Yəni onlara bir fikir vermək lazım. Bəli. Bu içində yanmış quru budaqlar var, bunları götürürük. Yəni, bu qədər budama bunun üçün kifayət edir bu formada. Salam əleykum, hər birinizi Lənkərandan salamlayırıq. Rasim müəllimlə bir cənub səfəri elədik. Rasim müəllim, xoş gördük bir daha. Təəssüratlarınızı buyurun sizdədir. Nətərdir bu çay plantasiyalarını gəzirik hal-hazırda? Valla təəssüratları elə bir kəlmənə demək olar ki, sanki cənnətdəsən də. Belə demək olar. Yəni çay plantasiyası adamın ürəyin o dərəcədə açır ki,
Burada Bizdə bu plantasiyanın çayları davam edir. burada neçə cür çay var? 100-ə yaxın növlü çay. 100-ə yaxın növü var. 10 manatdan başlayır. 10 manatdan. 2000 manata qədər. 2000 manata qədər. Könül çayı, şeyxsi. Çörə çay. Bunların kiloqramları neçədir? Bunlar 300 manatdır. Açıb qoxlaya da bilərsiniz. Çox qəşəng qoxlar. 300 manatlıq iyi gəlir. İçində Abşeron zəfəranı var, premium çayı var, zirinç var, bir də ərik. Könül çayına bax. Əladır. Onda da mango ilə limonu var, bir də yenə zəfəran var. Bu da sadə şeyxdir. İçində Abşeron zəfəranı var. Onun kilosu 100 manat. Nə qədər saxlatdın, o qədər çox saralır da, hə? Hə, qala sarılır, amma şaxta olanda gərək yığasan da. Hə, şaxtaya düşməyə də keçmə. Şaxtaya düşür, xarab. Dekabra kimi yığmalısınız da. Belə. Çox gözəl ətirlidir. Heç nə vermir. Heç nə verilməyib, yəni Sudur yəni. tam orqanik yolla əmələ gəlib. Su da çay suyudur, oradan çay gedir də. Gedək xeyirli olsun, Ümumiyyətlə bərəkətli olsun. buranın təbiəti nə deyim oğlum, mən belə təbiət görməmişəm. Yəni bu cür torpaq, bu cür təbiət superdir yəni. Bu zonaya girdikcə onu hiss elədik. Cəllabaddan girdikcə masallı torpaqlarda yaxşı idi. Bəli, bəli, çox gözəl. Lənkərandakı hər yeri yaşıldır. Astaraya keçirik də indi gedək baxaq Astara nətə. Belə Astara da belə çay bağı var, mandalin, limon. Gedək. Çox gözəldir. Xaçmazdan, Xaçmaz Bağçılıq ofisindən salamlayırıq. Bugün ofisdə sizinlə bir söhbətimiz olacaq, vacib bir videomuz olacaq, burada danışıqlarımız olacaq mütəxəssisimiz Rasim müəllimlə. Deməli, Rasim müəllim, xoş gördük siz də. Rasim müəllim, bu fungisitlərin siniflərinin bölünməsi ən qarmaqarışıq məsələlərdən biridir. Fermerlərimiz bu barədə çox az bir məlumata sahibdirlər və bilmirlər ki, hansı sinif nə üçün istifadə olunur, nəyə görədir. Aqronomlar da ara-sıra hər hansı bir tərkibdən danışanda da fermer başa düşmür ki, o tərkib niyə görədir, nə üçün istifadə olunacaq. Açıqlaması bir ətraflı videoda verilən bir yer görmədik. Ona görə bu işin aydınlatılmasını inşallah təmin edəcək. Çox sağ olun Rasim müəllim, təşəkkürlər. Bunların fungisitlərin klassifikasiyasını açıqlamağı, bütün xırdalıqlarını danışmağı sizin fikriniz idi. Sizə də təşəkkürümü bildirirəm. Bu fermerlərimizə çətin anlaşılan bir şeydir. Biz bunu maksimum başardığı qədər aydın başa düşən bir dildə anlatmağa çalışdıq. Yenə də mən Elmədli qardaş tövsiyə edirəm ki, bir fungisitdən yapışmasınlar. Bəli. Həmişə yerlərini dəyişsinlər. Bir dəfə strobilurinlər tətbiq edəndə digər dəfə triazollar tətbiq edilsinlər. O birisi dəfə benzamidazollar, o birisi dəfə SDHI qrupu tətbiq etsinlər. Bu söhbət gedir 3 xəstəlikdən, 4 xəstəlikdən. Unlu şey, klastosporiyoz, kakamikoz, maniliozdan söhbət gedir. Amma kök xəstəlikdən qarşı bunlardan yaxşısını biz tövsiyə eləyə bilmirik. Minnətdarıq, təşəkkürlər. Belə qeyd eləyəcəyiniz başqa bir məqam var? Son. Təşəkkür, minnətdarıq. Sağ olun əziz fermerlərimiz. İnşallah gələn söhbətlərdə, gələn videolarda görüşərik.